Sumqayıtda yenilik. Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsi birgə təşəbbüsü ilə Yaşıldərə yaşayış massivində yeni istirahət güşəsi yaradılır. Sumqayıt şəhərinin Yaşıldərə yaşayış massivində sakinləri sevindirəcək növbəti sosial layihə həyata keçirilir. Bayram ərəfəsində massivdə yerləşən Milli Qəhrəman Əliyar Əliyev küçəsində yeni istirahət güşəsinin salınması istiqamətində işlər sürətlə davam etdirilir. Massivin Əliyar Əliyev küçəsində gördüyünüz bu ərazidə böyük bir istirahət güşəsi artıq yaradılmasına start verilib. Ərazidə texnikalar çalışır və canlı qüvvə böyük işlər görür. Qeyd edim ki, yaxın zamanda burada sakinlərin rahat və asudə vaxtlarının səmərəli keçirməsi üçün istirahət güşəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Məqsəd sakinlərin asudə vaxtlarının səmərəli keçirməsi üçün müasir və rahat ictimai məkan yaratmaqdır. Ümumi sahəsi 3500 kvadrat metr olan yeni istirahət güşəsində geniş abadlıq işləri görülür. Sakinlərin asudə vaxtlarının səmərəli istifadəsi üçün bir yaşıllıq güşəsi yaradılır, istirahət güşəsi yaradılır. Bu dəqiqə münbit torpaq sahəsi yaradılır yaşıllıqlar üçün. Təxminən 2000 kvadrat metr yaşıllıq zonası yaradılacaq və 1500 kvadrat metrə qədər də tamet örtüyü olacaq. Burada ağac və dekorativ bitkilərin əkilməsi, sakinlərin rahatlığı üçün müasir istirahət infrastrukturunun yaradılması nəzərdə tutulur. Sumqayıt Bələdiyyəsinin rəhbərliyi də ərazidə aparılan işlərin gedişi ilə yaxından maraqlanıb, iş icraçılarına görüləcək işlərin keyfiyyətli və vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verib. Qeyd edək ki, yeni istirahət güşəsinin may ayının 10-da Ulu Öndərin doğum günündə sakinlərin istifadəsinə verilməsi planlaşdırılır. Sumqayıt Bələdiyyəsindən verilən məlumata görə, sözgedən istirahət güşəsində Novruz bayramı münasibəti ilə sakinlər üçün şənlik də təşkil ediləcək. Layihənin həyata keçirilməsi Yaşıldərə yaşayış massivində yaşayan insanların istirahəti və sosial mühitinin yaxşılaşdırması baxımından mühüm əhəmiyyət daşıyır. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.